Salam dostlar, bugün sizlərə HTML-də ilkin anlayışları, taglərin yazılış formalarını və bəzi əlavələr edəcəyəm. Bunun üçün biz Sublime Textimizi açaraq, Sublime Textimizi açdıq. HTML kodlarının yazılışında ilk şərtlərdən biri taglər bu işarələr, yəni dırnaq, böyük kiçik işarələri arasında qeyd olunur və mütləq ilk kod HTML başlayıb HTML ilə qurtarmalıdır və bu koda başlanğıc kod, bu koda isə tagin qurtaracağı, yəni son kod bağlanışı, kodun bağlanışı deyilir. Kod bağlanarkən bu işarəni unutmaq olmaz. Hər bir tag bu işarə ilə bitməlidir. Və HTML kodlarının yazılışında bu tagdən sonra taglərin yazılış, digər HTML kodlarının yazılışı iki hissəyə bölünür. Bunlardan birincisi head tagidir. Head tagi. Bu tagi də HTML tagi kimi bağlanıb belə açılaraq olduğu kimi bağlanır. Bunlardan birincisi bu head tagidir, ikincisi isə body tagidir. Body tagi. İndi onların fərqlərini sizə deyəcəm. Demək dostlar, head tagi arasında əsasən web saytın görünülməyən hissəsi, yəni necə deyim sizə, backend hissəsi, backend yox, yəni saytın görünülməyən HTML kod hissəsi yazılır. Əsasən HTML ilə də yox, JavaScript ilə də yazılan kodlar əsasən head tagləri arasında qeyd olunur. Saytların, web saytların görünür dizayn, hər hansı bir etiketlərin qoyuluş tagləri isə body tagləri arasında yazılır. Sonra dostlar, HTML kodlarında yazılan kodlarda əməl olunacaq şərtlərdən ən böyüyü də doctype'dır. Doctype'lar əsasən bəzi inkişaf mərhələsi keçərək sonuncu HTML5 HTML5 formasına gəlib çatmışdır. Bu HTML5 doctype tipi bütün tagləri, yəni bütün kodları təsdiqləyir. Əvvəlcə HTML 4.0.1 strict translational frameset strict formaları, sonra 1.0 formaları, yekunda 1.1 forması və sonra isə HTML5 doctype tipi gəlmişdir. Ən son istifadə bu doctype tipidir. Hazırda mən 1.0 formasını istifadə edirəm, yəni standart olaraq. Əsasən doctype tipi frameset, translation, strict olaraq 3 hissəyə bölünür. Bunlardan ən ziddisi strict doctype tipidir. Yəni bu da kod taglərin səhvləri ciddi problemlərə səbəb ola bilər. Bu doctype tiplərini belə kopya edib paste eləmək olar kod hissəsinə. Yazılış forması əsasən bu kod hissə ilkin olaraq bura yapışdırılır. Bundan əlavə isə bunun digər forması da mənim digər videomda buna aid video çəkmişəm, yəni oradan baxıb eləyə bilərsiniz. Əlavə etdiyiniz o kod sizə böyük kömək göstərəcək ilk HTML kodunun yazılması üçün. Bunun üçün sadəcə HTML 2.xt yazıb Ctrl+Y tuşuna basaraq
hazır formanı əldə etmək olar. Gördüyünüz kimi Translation DOS-da 1.0 tipindən istifadə edirəm. Yazılış forması belədir və sonra isə HTML bu taglə açılır və bu taglə bağlanır. Bayaq dediyim kimi iki hissəyə ayrılır. Head və body. Bu görünülmə hissədir. Burada UTF-8 tipi, yəni Azərbaycan əlifba hərflərini təsdiqləmək üçün bunu mütləq qeyd etmək lazımdır. Əks halda saytda boşluqlar yarana bilər və bu da saytın çökməsinə səbəb ola bilər hər hansı bir müdaxilə zamanı. Gəlin sıfırdan ilk faylımızı yazaq və onunla da videomuzu sona çatdıraq. Dediyim kimi HTML yazıb 2.xt Ctrl+Y tuşuna basıb hazır kodu əlavə edə bilərik. Bunu digər videomda baxa bilərsiniz. Sonra isə bu title tagi əsasən veb saytın adını göstərir. Necə yəni adını? Məsələn, burada gördüyünüz kimi HTML DOS-da declaration yazır. Onu bu tagin iki tag arasında qeyd olunur və göstərilir. Gəlin bunu save edək. Və bura ilk dərs.html yazaq və buradan HTML seçməklə və yaxud da ki, bu adı dırnaq işarəsini almaqla siz fayl növünü müəyyən edə bilərsiniz. Save edək. Və gəlin faylı çalışdıraq. Gördüyünüz kimi dokument. Diqqətlə baxın. Burada nə yazılıbsa onu da qeyd edirik. Tutaq ki, bura biz HTML və CSS dərsləri yazdıq. Save edək. Və bura reload edək. Gördünüz. HTML və CSS dərsləri. Yəni, tag sırf onun üçün. Bu, əlbəttə ki, növbəti alt taglər üçün də, növbəti taglərin izahatında yavaş-yavaş öyrənəcəyik. Alt tag kimi də istifadə olunur, title tagi, digər taglərin alt tagi kimi. Ona da növbəti dərslərdə toxunacaq. Bu videomuz bura qədər. Abunə olmağı unutmayın. Gələn videomuzda görüşə qədər sağ olun.